Çox hörmətli Fərəx xanım, çox hörmətli Əhliman müəllim, hörmətli Nadir müəllim, səhiyyə qurumlarımızın rəhbər nümayəndələri, Milli Məclisimizin dəyərli nümayəndələri, xarici ölkə səfirliklərinin nümayəndələri, əziz qonaqlar, dəyərli dostlar, hamınızı Bakı Ürək Günləri 9-cu Beynəlxalq Konqresində salamlayıram. Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, Bakı Ürək Günləri Beynəlxalq Konqresinin önündəki rəqəm sayı artdıqca mən çox sevinirəm. Nəyə görə sevinirəm? Çünki bir neçə xüsusiyyətinə görə biz bu konqresi ənənəyə çevirə bildik. Bunlardan ən vacib xüsusiyyəti bu konqresin hər 2 ildə bir may ayında keçirilməsi və ümumilli liderimiz Heydər Əliyevin əziz xatirəsinə həsr olunmasıdır. Ümumilli liderin Azərbaycanın bir dövlət kimi qurulmasında və Azərbaycan səhiyyə sisteminin yaradılmasında, inkişaf etdirilməsindəki rolunu məndən əvvəlki natiqlər çox gözəl qeyd etdilər. Mən o mövzularda deyil, bugün bizim burada ürək-damar cərrahiyyəsindən danışdığımız üçün konkret olaraq öz sahəmizlə əlaqədar bir neçə məqama vurğu eləmək istəyirəm. Hekayəni əslində məndən əvvəlki natiqlər, xüsusilə də hörmətli Əhliman müəllim ətraflı qeyd etdi. 90-cı illərdə Azərbaycanımızın necə çətin və qanlı qadalı illərdən keçdiyimizi yəqin ki, bugün bu zalda oturanların xeyli hissəsi canlı şahididir. Amma bütün bu çətin dövrə baxmayaraq artıq 2000-ci ildə Azərbaycanda gənc, müstəqil, torpaqlarının 20%-dən çoxu işğal olunmuş, ciddi sosial, iqtisadi problemlərlə üz-üzə qalmış Azərbaycanda artıq müasir bir səhiyyə ocağı var idi və bu səhiyyə ocağında bir prioritet sahəsi var idi, o da ürək-damar xəstəlikləri, onların diaqnostikası və müalicəsi. Həyat və talih elə gətirdi ki, mən də məhz o xəstəxanada, yəni Mərkəzi Klinik Xəstəxanada 2001-ci ildən etibarən ürək-damar cərrahi kimi fəaliyyət göstərdim. Və yenə məndən əvvəlki natiqlər də qeyd etdi. Həqiqətən o illərdə ölkəmizdə istər diaqnostik, istər intervensiyon, istərsə açıq cərrahiyyə mənasında tək olan mərkəzi klinika bir neçə il sonra Azərbaycanın sürətli inkişafından artıq bugün qeyd etmək istəyirəm ki, sadəcə Bakı şəhərində 20-yə yaxın mərkəzdə açıq ürək-damar cərrahiyyəsi icra olunur. Onun 2 qatına yaxın mərkəzdə isə invaziv kardiologiya icra olunur. Sadəcə Bakı şəhərində deyil, Azərbaycanın bölgələrində də ürək mərkəzləri fəaliyyət göstərir. Hansı ki, burada həm müasir invaziv kardiologiya, həm də ürək və damar cərrahiyyəsi icra olunur. Bugün mən bu konferansda həmin bölgədə çalışan dəyərli həmkarlarımı da görürəm və çox sevinirəm. Yəni, tarix üçün çox da bir uzun zaman olmayan 20-25 ildə Azərbaycan səhiyyəsinin və Azərbaycandakı ürək-damar xəstəlikləri ilə məşğul olan səhiyyə sahələrinin inkişafını yəqin ki, bundan daha yaxşı göstərən bir əyani fakt ola bilməz. Ona görə də bütün bunların memarı kimi biz Ürək-damar Cərrahisi Cəmiyyətinin təşkil etdiyi konqresi ümumilli liderimizin əziz xatirəsinə həsr etmişik. Burada ənənəyə çevrilən məqamın ən vacibi, mən bunu xüsusilə vurğulamaq istədim və mən inanıram ki, bugün artıq mən bu konqresdə fəxri sədr kimi iştirak edirəm. Yəqin ki, yaşlanıram ona görə. Amma bizim gənclər bu ənənəni davam etdirəcəklər və mən inanıram ki, bundan sonra uzun illərdə ölkəmizdə hər il may ayında ümumilli liderimizin əziz xatirəsinə həsr olmuş onlarla tədbirlə birlikdə Azərbaycan kardioloqları, kardiocərrahları məhz bu tədbiri davam etdirəcəklər. Şübhəsiz ölkəmizin son 25 illik inkişafında biraz əvvəl qeyd etdiyim faktların əmələ gəlməsində ümumilli liderimizin əsasını qoyduğu səhiyyə strategiyasını uğurla davam etdirən möhtərəm cənab prezidentimiz İlham Əliyevin və birinci xanımımız Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğını mən xüsusilə qeyd etmək istəyirəm. Məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsində bizim bugün
əldə etdiyimiz uğurlar hasil olmuşdur. Təbii biz ürək həkimləri olaraq insanların, xəstələrin ürək-damar xəstəliklərlə məşğul oluruq. Amma bugün mən bir Azərbaycanlı kimi, bir Azərbaycan vətəndaşı kimi bugün burada qürurla çıxış edirəm. Çünki artıq bizim Azərbaycanımızın yaralı ürəyi Müzəffər Alibaş komandanımız tərəfindən bərpa olunmuşdur və mən bugün suveren, müstəqil Azərbaycanın, qalib Azərbaycanın vətəndaşı kimi burada çıxış edirəm. Biraz əvvəl hörmətli Fərəx xanım bizim möhtərəm cənab prezidentimizin kongres iştirakçılarına təbrik məktubunu çatdırdı. Mən həm öz adımdan, həm bütün Azərbaycanlı ürək-damar cərrahlarının adından möhtərəm cənab prezidentimizə dərin minnətdarlığımı çatdırmaq istəyirəm. İnanıram ki, bu məktubun özü də ölkə rəhbərliyinin Azərbaycanda səhiyyəyə və ürək-damar xəstəliklərlə məşğul olan Azərbaycanlı kadrlara göstərilən diqqət və qayğının bir digər təzahürü olmuşdur. Ona görə bir daha bütün hamımızın adından öz minnətdarlığımı çatdırmaq istəyirəm. Əlbəttə, bizim kongres hər dəfə olanda əsl elmi praktik şənliyə çevrilir. Və bugün burada istər mənimlə bərabər iştirak edənlərin yetişdirilməsində əməyi keçən bir çox müəllimlərimiz, rəhbərlərimiz buradadır. Mən onların xüsusilə Türkiyədən olan dəyərli hocalarımızı bir daha salamlayıram. Həm ölkəmizdə səhiyyənin bir çox sahəsi ilə birlikdə ürək-damar xəstəliklərinin, istər kardiologiyanın, istər kardiocərrahin inkişafında onların göstərdikləri əməyə hörmətlə mən onlara təşəkkürlərimi çatdırıram. Mənim çalışdığım klinika başda olmaq şərti ilə ölkəmizdə istər kadrların yetişdirilməsində, istər mərkəzlərdə bu işlərin başladılmasına verdikləri hər cür dəstəyə görə də mən onlara öz minnətdarlığımı çatdırıram. Bugün burada o proseslərdə aktiv iştirak edən dəyərli hocalarım iştirak edir. Mən onlara bir daha təşəkkürlərimi çatdırıram. İştirak edə bilməyən, haqqın rəhmətinə qovuşmuş olanlar var. Mən onları böyük rəhmətlə yad edirəm və inanıram ki, mən başda olmaq şərtilə bütün Azərbaycanlı tələbələrinin ürəyində də onların adı, ruhu həmişə yaşayacaqdır. Sözlərimi çox uzatmadan bugün bu kongresdə iştirak üçün xarici ölkələrdən gələn qonaqlarımıza da mən xüsusi minnətdarlığımı çatdırmaq istəyirəm. Çünki artıq dünyanın aparıcı mərkəzləri ilə əlaqə qurmadan, onlarla fəaliyyətinizi hansısa formada inteqrasiya etmədən inkişaf etmək demək olar ki, mümkün deyil. Biz cəmiyyət olaraq da bunu özümüzün prioritet istiqamətlərimizdən kimi qəbul etmişik və hər Bakı Ürək Günləri kongresində Amerika Birləşmiş Ştatlarına, yəni xəritə olaraq deyirəm, bir ucu Amerika Birləşmiş Ştatlar, bir ucu Yaponiya və Çin olmaq şərti ilə bugün də burada dünyanın 21 ölkəsindən 70'ə yaxın xarici qonaq iştirak edir və mən inanıram ki, bütün hamımız üçün çox faydalı bilik və təcrübə mübadiləsi olacaq. Mən bir daha bu kongresə dəstək verən, əməyi keçən hamıya öz minnətdarlığımı bildirirəm. Siz kongres iştirakçılarına da uğurlar arzulayıram. Çox sağ olun.